Salam dəyərli dostlar, xoş gördük sizləri. Bugün mən sizə Koroğlu dastanından ixtisarla verilmiş Alı Kişi qolunun izahını verəcəm. Çərçivə proqramına yeni əlavə olmuş əsərləri hissə-hissə bizcə izah edirik. Siz də bu kimi videoların davamlı olmasını istəyirsinizsə, kanalıma abunə olun, videoya rəy bildirib paylaşmağı unutmayın. Əvvəlcə əsərin oxunuşunu həyata keçirəcəm, daha sonra əsərin təhlili ilə bağlı vacib qeydləri sizin nəzərinizə çatdıracağam. Deməli, Alı kişi neçə illərdir ki, Həsən xana ilxi otarırdı. Ömrünü, gününü onun qapısında çürüdüb, saçını, saqqalını ilxıçılıqda ağartmışdı. Hər gün səhər dan yeri ağaranda Alı kişi ilxını çölə aparır, bütün günü otarır, gecədən biraz keçəndən sonra xalxala gətirirdi. Deməli, biz əsərin ekspozisiya hissəsində Alı kişinin ilxıçılıq fəaliyyətində məşğul olduğunu görürük. Həsən xanın, Hasan Paşa yox, Həsən xanın deməli ilxıçısı olduğunu görürük. Burada neçə il ilxıçılıq etdiyi yox, deməli qeyri-müəyyən bir müddətdə ilxıçılıq etdiyi haqqında məlumat var. Yəni uzun illər ilxıçılıq eləyib, hətta saçını, saqqalını ağardacaq dərəcədə uzun illər olubdu. Bir gün Alı kişi ilxını sürüb dərya kənarına apardı. Atlar dərya kənarında otlayırdı. Alı kişi özü də bir tərəfdə daşa söykənib oturmuşdu. Dan yeri yenicə ağarmışdı. Deməli, səhər hələ təzə açılmışdı. Qoca ilxıçı bir də baxdı ki, dəryadan iki ayğır çıxdı. Ayğır erkək atdı. Deməli, iki ayğır çıxır. Atlar gəlib ilxiyə qarışdılar. İki madyana yaxınlaşadan sonra yenə qayıdıb dəryaya girdilər. Deməli, dəryadan iki dənə ayğır çıxır, erkək at çıxır, gəlir sürüdə olan, Həsən xanın ilxısında olan, yəni Alı kişinin ilxıçılıq elədiyi ilxıda olan iki madyanla cütləşir və yenidən qayıdıb dəryaya girirlər. Tez qalxıb madyanları nişanladı, amma bu barədə heç kəsə bir söz demədi. Deməli, bu dərya atlarının yaxınlaşdığı o madyanları Alı kişi nişanlayır ki, tez maşırlayır, nişanlayır ki, bilsin ki, həmin atlar hansı atlardır və bu barədə də heç kimə heç nə demir. Qoca ilxıçı madyanları gözdən qoymurdu. O qədər gözlədi ki, axırda onlar doğdu. Aylar keçdi, il dolandı, qulunlar böyüyüb day oldu. Deməli, atın balacasına qulun deyirik. Biraz böyüyəndən sonra isə artıq day deyirik ki, yavaş-yavaş artıq sürülməli vaxtıdır, day olan vaxtı. Deməli, burada da atın müxtəlif yaş mərhələlərini gördük biz. Qulun, day, madyan gördük ki, dişi ata deyirik. Yəni, atın müxtəlif cinslərini və yaşlarını burada adlarının çəkildiyi şahid oluruq. Günlərin bir günü Toqat paşası Hasan Paşa Həsən xana qonaq gəlmişdi. Paşa söhbət arasında xana dedi. Deməli, Həsən xanın qonağı Hasan Paşa idi. Hasan Paşa da Toqat paşası idi. Hasan Paşa haqqında Bolu bəy qolunda, Koroğlu ilə Bolu bəy qolunda və keçən əmzənin Qıratı qaçırması qolunda da müəyyən bir məlumat vermişdik. Deməli, söhbət arasında Paşa xana deyir. Həsən xan, eşitmişəm sənin yaxşı cins atların var. Gərək ilxıdan mənə iki ayğırlıq at verəsən. Həsən xan o saat Alı kişinin yanına çağırıb tapşırdı. Deməli, burada diqqət edirsinizsə, Hasan Paşa Həsən xandan gilə qonaq gəlir. Həsən xan özü ona hədiyyə vermək istəmir. Yəni, özü təklif eləmir bu hədiyyə verməyə. Hasan Paşa özü Həsən xandan istəyir ki, sənin yaxşı cins atların var, mənə iki ayğırlıq at ver. Həsən xan da ilxıçı Alı kişinin yanına çağırıb tapşırır. Sabah ilxını çölə aparma, Paşa üçün iki ayğırlıq at tutturacam. Deməli, ilxını sabahlam aparmamasını əmr eləyir. Deməli, Alı kişidən Həsən xan yəni iki ayğırlı at tutturacağını deyir. Bu sözü deyən kimi deməli, daylar Alı kişinin yadına düşdü. Yəni, o dərya atından madyanın birləşməsindən o yaranan o daylar var idi ki, həmin o daylar Alı kişinin yadına düşdü. O, xanın başını uca etmək üçün səhər tezdən durdu, dayıları tutub xalxala bağladı, ilxını sürüb çölə ötürdü. Deməli, Həsən Paşa xan demişdi ki, ona ilxını çölə ötürmə, amma Alı kişi o atların içərisində ən yaxşı atları seçib iki atı ilxını çölə ötürür. Paşa baxdı ki, xalxalda iki arıq day bağlanıbdır. Başa düşdü ki, bu dayıları ona vermək istəyirlər. Gülüb dedi. Burada Həsən xana istehza eləyir Həsən Paşa. Həsən xan, mənə demişdilər ki, sənin yaxşı cins atların var.
Bunlar nədir? İş belə əngələ, üngələ qalsa, bunlar da mənim özümdə çoxdur. Deməli, Həsən xan burada Hasan Paşanın, daha sonra Hasan Paşa Həsən xanın hədiyyəsini bəyənmir, onu istehza eləyir və bu atlardan bunun özündə də olduğunu deyir. Hasan, deməli, Paşanın sözü Həsən xana ox kimi dəydi. Üzünü Alı kişiyə tutub dedi: "Axmaq qoca." Deməli, burada Həsən xan Alı kişini axmaq qoca deyə təhqir eləyir. "Mən sənə deməmişdimmi at tutacağam, ilxını saxla, niyə saxlamamısan?" Alı kişi cavab verir: "Xan sağ olsun, mən qoca ilxıcıyam. Deməli, sən bu dayların beləliyinə baxma. Əgər başının ucu olmağını istəyirsənsə, paşaya bunları ver." Alı kişi atları çox yaxşı tanıyırdı. Əslində burada iki arıq atı saxlamaqla Həsən xanı pis vəziyyətdə qoymaq istəmirdi. O bilirdi ki, atların içərisində bu atlar xüsusilə seçilmiş atlardır, cins atlardır. Ona görə bu atları saxlamışdı. Öz belə deyək də ağasının başını uca etmək istəyirdi, amma atlardan başı çıxmayan Həsən Paşa və Həsən xan bunu dərk eləyə bilmir. Alı kişinin yekə-yekə danışmağından Həsən xan da qəzəbləndi. Mənim ilxımda tərifi aləmə yayılmış cins atlar var. Bu ələngələri qonağa göstərib mənə xəcalət etməkdə məqsədin nədir? Ələngə deyəndə, yəni arıq, cılız atları nəzərdə tuturdu, o dayları nəzərdə tuturdu. Alı kişi cavab verir: "Xan sağ olsun, mənim məqsədim paşanın yanında sənin başını uca eləməkdir. Bütün dünyanı gəzsən, yenə də bunlar kimi at tapa bilməzsən." Yəni burada Alı kişi öz məqsədini öz dili ilə ifadə edir ki, mən sənin başını uca etmək istəyirəm. Bütün dünyanı gəzsən də yenə də bu atlardan tapa bilməzsən. Həsən xan daha da qəzəblənib dedi: "Bilmirəm, bir saata qədər yerdə də olsa, göydə də olsa gərək paşaya layiq 2 dənə ayğırlıq at seçəsən. Bu saat get, seç, gətir." Deməli, Alı kişiyə əmr eləyir ki, bu atları, yəni boş ver, get 2 dənə ayğırlıq at seç, gətir. 2 saat da vaxt verir ona, 1-2 saat da vaxt verir. Alı kişi amma bundan imtina eləyir. Alı kişi dedi: "Xan onda izin ver, paşa üçün at seçməyə başqa adam getsin. İlxıda bu daylardan yaxşı at yoxdur." Onsuz da Həsən xan qəzəblənmişdi. Alı kişinin bu sözlərlə daha da qəzəblənir. Bu söz xanı cin atına mindirdi. Cəllad çağırıb əmr elədi ki, Alı kişinin boynunu vursun. Deməli, burada dar ağacından vurulmağı Alı kişi əmr eləyir cəllada. Bu dar ağacı məsələsi bir neçə əsərdə də özünü göstəribdir. Məsələn, bu Salur Qazanın evin yağmalanması boyunda Uruzu dar ağacından asmaq istəyirlər. Sonra Durna Teleqolunda Koroğlunun dəliləri Bəlli Əhmədi, Dəmirçioğlunu və Eyvazı dar ağacının altına gətirib onu asmaq istəyirlər. Bir neçə əsərdə biz bu dar ağacı səhnəsinin şahidi oluruq. Burada da dar ağacından onu asmağı təklif eləyir, daha doğrusu əmr edir. Deməli, bu söz paşa da qəzəblənmişdi. Odur ki, dedi. Yəni tək Həsən xan qəzəblənməmişdi burada. Paşa da qəzəblənmişdi Alı kişinin bu hərəkətinə. Çünki bunlar Alı kişinin bu niyyətini dərk eləyə bilmirdilər. Həsən xan, burada Hasan Paşa təklif eləyəcəkdi. Həsən xan, mən görürəm ki, sənin ilxıcın bu daylara çox böyük qiymət verir. Onda sən belə elə. Bu dayların hər birini onun bir gözünə qiymət elə. Yəni Hasan Paşa Həsən xana deməli Alı kişinin gözlərini çıxartmağı belə deyək də tövsiyə edir. Biz bu mənzərəni Keçən Həmzənin Qırat qaçırması qolunda da görmüşük. Orada məlumat verilir ki, bəs Hasan Paşa o Hasan Paşadır ki, onun təklifi ilə Həsən xan Koroğlunun atasının gözünü çıxartmışdı. Paşanın sözü Həsən xanın xoşuna gəldi. Əmr elədi, cəllad Alı kişinin gözlərini çıxartsın. Alı kişi nə dindi, nə də səsini çıxartdı. Heç bir dəfə də ufuldamadı. Demək, gözləri çıxardan zaman Alı kişi bir dəfə də ufuldanmır, taleyinə belə deyək də razı qalmış olur. Elə ki, cəllad işini qurtardı, Alı kişi dedi: Həsən xan, insan üçün dünyada hər nazu neymətdən şirin şey gözdür. Sən məni ondan etdin. Mən sənin qapında can binəsib çürütdüm. İlan kimi qabıq soydum, saç saqqalımı ağartdım, amma sən bunların heç birini
bilmədin, qədir-qiymət vermədin. Ancaq eybi yoxdur. İndi ki mənim gözlərimi bu dayılara deməli qiymət elədin, heç olmazsa sözünün ağası ol, bu dayıları mənə ver. Deməli burada Alı kişi ona etiraz eləyir, onun gözünü çıxartdığı üçün, onu belə deyək də qədrini bilmədiyi üçün Həsən xanı qınayır və sonra da ondan sözünün üstünə durub bu dayıları ona verməsini xahiş eləyir. Həsən xan dayıların hərəsini onun bir qoluna bağlayıb qapısından qovur. Yəni dayıları ona verir, onun qapısından qovur. Kör Alı kişi öz evinə Kör Alı kişini öz evinə gətirdilər. Kənddə xəbər yayıldı. Cəmaət onun başına yığıldı. Xəbər Alı kişinin oğlu Rövşənə də çatdı. Rövşən Rüstəm kimi igid, yeniyetmə, cavan bir oğlan idi. O atasını bu halda görəcək soruşdu. Deməli burada biz Rövşəni Rüstəmə bənzədirik. Koroğlunu Rüstəmə bənzədir. Aşıq tərəfdən Rüstəm Zal o igid, qəhrəman bir obrazdır. Ümumiyyətlə Koroğlu dastanında Eyvazı tez-tez o duruşuna, vəziyyətinə görə, enlikürək olmasına görə Rüstəmə bənzədirlər. Bir də Züratın İtməyə qolunda da orada Aşıq Koroğlunu deməli Rüstəmə bənzətmiş olur. Rüstəmin adı Qanlı Rüstəm məsələsi Oqtaylıoğlu'da keçir. Bir də bu Rüstəm obrazı deməli Müsibət Fəxrəddin əsərinin baş qəhrəmanı, əsas qəhrəmanlarından biridir. Amma o Rüstəmlə bu Rüstəm eyni Rüstəm deyil. Yadınızda saxlayın. O atasını bu halda görüb soruşdu. Ata, sənə nə olub? De görüm səni bu hala kim salıbdı? Alı kişi əhvalatı oğluna danışdı. Rövşən qızmış pələngə döndü. Yəni artıq əsəbləşdi, ayağa qalxıb dedi. Oğlun sənin qisasını belə qoymaz, ata. İndi Həsən xan mənim qabağımda dayansın, görüm necə dayanır. Demək, qızmış pələngə dönmüş Rövşən atasının qisasını almaq istəyir. Kəndin cavanları da qalxdılar. Alı kişi, yəni tək burada sual düşə bilər ki, Rövşən tək başına gedib qisasını almaq istəyir. Xeyr. Bu sözlərdən sonra kəndin cavanları da ayağa qalxır, yəni Rövşənə dəstək olmaq üçün. Alı kişi belə görəndə oğlunu çağırıb yanında əyləşdirdi. Əlini onun çininə qoyub dedi. Hələ qisas vaxtı deyil. Yəni Alı kişi hələlik müvəqqəti olaraq qisası dayandırmağı tövsiyə edir ona. Hələ qisas vaxtı deyil bala. Vaxtında mən özüm deyəcəm. İndi diqqətlə qulaq as. Mənim gözlərimi bu dayıların üstündə çıxardıblar. Bu dayıların üstündə də gərək mənim qisasım alınsın. Yəni bu dayılara görə deyir mən gözlərim çıxarılıbdır. Bu dayıların üstünə minib sən gedib mənim gözlərimin qisasını almalısan. Bu dayıları sənə tapşırıram. Burada dayılar xüsusi dayılardır. Çünki dəri atlarından əmələ gəlmişdi. Və onu Rövşənə tapşırır, bəzi tapşırıqları verir ona. Deyir, bunları elə-belə atlar deyil. Bunlar dəri atlarının əmələ gəliblər. İndi sən gərək böyük bir tövlə tikəsən, amma bu tövləyə gərək heç bir yerdən işıq düşməyə. 40 gün tamam atlar bu tövlədə qalacaq. Bayır baca üzü görməyəcəkdir. Bir insan övladın gözü də 40 gün ərzində gərək bu atlara baxmaya. Deməli, bu dayılar üçün böyük bir tövlə tikməyi tövsiyə eləyir. Həmin tövləyə gün düşməyəcəkdir. Heç kim də 40 gün ərzində bu atlara orada baxmayacaqdır. Rövşən dedi, yaxşı ata, belə olanda bəs onları necə yemləyəcəm, necə soracağım? Alı kişi dedi, sən tövlədə hər day üçün 40 gözlü bir axur qayıracaqsan. Atların 40 günlük arpasını, samanını həmin bu axurlara dolduracaqsan. Kəndin başındakı zümrüd bulaqdan tövlənin içərisinə bir arx açacaqsan. Hər arxın yanında balaca bir çarhovuz tikəcəksən. Atlar 40 gün burada yeyib içib bəslənəcək. İndi hələlik tövlə hazır olunca dayıları çək bir yerdə bağla. Deməli, tövsiyə eləyir ki, böyük bir tövlə tikirsən, hər tövlədə orada 40 günlük azıqa qoyursan. Bir də bulaq adı çəkir burada, zümrüd bulaq. Burada birazdan görəcək ki, başqa bir bulağın adı çəkir. O zümrüd bulaqdan da tövlənin içərisinə su çəkmirsən ki, o 40 günlük azıqəni yesin orada, həmçinin sudan içsin, heç bir göz ona dəyməsin, heç bir işıq düşməsin ona. Rövşən qabaqca atasını rahatladı. Sonra dayılarının yerini sahmanlayıb tövləni hazırlamağa başladı. Elə ki tövlə hazır oldu, Alı kişi gəlib əli ilə çarhovuzu axurları yoxlayıb dedi. Çarhovuz orada su olan,
Yəni suyun yığıldığı yer axırda atların yeminin töküldüyü yerdir. Yaxşıdır. İndi sən axurları doldur, suyu da hovuza bağla. Ancaq yenə sənə deyirəm, gərək tövləyə nə işıq düşə, nə atlar və insan gözü baxa. Yəni heç bir insan gözü ora baxmamalıdır, görməməlidir 40 gün ərzində. Bu işdən düz 38 gün keçdi. Atalar deyiblər ki, insan səbirsiz olar. Deməli, burada insan səbirsiz olar atalar sözü kimi verilibdir dostlar. Rövşən 38 günü başa vurdu, 38 gün dözdü, 39-cu gün nə qədər elədi özünü saxlaya bilmədi ki, bilmədi. Bir gün qalmış, yəni 40 günün tamamına bir gün qalmış 39-cu gün Rövşən özünü saxlaya bilmir. Axır Rövşən gəlib tövlənin üstünə çıxdı, balaca bir deşik açıb içəriyə baxdı. Yəni gedib atların qapısını açmır, tövlənin üstünə çıxır, balaca bir deşikdən içəriyə baxır. Rövşən əvvəl gözlərinə inana bilmədi. Yəni içəri baxanda heyrətlənir. Sağ axurdakı atın çiyinlərində, yəni sonradan qırat adlandırılacaq bu at, çiyinlərində 2 qanat var idi. Özü də qanatlar alov kimi yanırdı. Qızıl kimi parlayırdı. Rövşən tez sol axurdakı ata baxdı. Gördü, yox, bu atın qanadı yoxdur. Gözlərini dolandırıb yenə də sağ tərəfə ata baxdı. Gördü qanat yavaş-yavaş sönür. Rövşən tutduğu işdən peşman oldu. Yəni Rövşən gəlib burada tövlədən bir deşikdən ora baxanda sağdakı atın qanadı çıxmışdı. Əgər 40 gün dözsəydi o qanadlı at olacaqdı. Amma insan gözü artıq o atlara baxdığı üçün 40 gün tamam olmamış, həmin qanad tamamilə sönür. Rövşən tutduğu işdən çox peşman olur. Tez deşiyi örtmək istədi, ancaq iş işdən keçmişdi. Qanadlar yavaş-yavaş əriyib yox oldu. Rövşənin bir əli oldu, bir başı. Yəni nə edəcəyini bilmədi. Bəli, bir gün də gəlib keçdi. 40-cı gün Alı kişi Rövşəni çağırıb dedi: "Bala, gəl məni atların yanına apar. Görüm nə haldadılar." Deməli, Alı kişi burada özü 40 gün tamamında Rövşənə deyir ki, məni atların yanına apar. Rövşən atasının əlindən tutub tövləyə apardı. Alı kişi sağ axurdakı ata yaxınlaşdı, əlini atın belinə çəkdi, sonra Rövşənə tərəf dönüb dedi. Yəni bunun gözləri görmürdü, əli ilə yoxluyurdu. Sağdakı atı əllə yoxluyur və sonra Rövşənə çevrilib deyir ki, oğul, bu ata insan gözü baxıb. Bu atın gərək qanadı olaydı. Düzünü də görün, bu necə olan işdir. Rövşən bilmədi nə desin. Soruşdu, ata sən nədən deyirsən? Yəni əvvəlcə belə deyək də bu həqiqəti gizlətmək istəyir Rövşən. Amma Alı kişi oğul, məndən gizlətmə. Mən sənə deyirəm ki, bu ata insan gözü baxıb. Bu atın gərək qanadı olaydı. Düzünü də görün, bu necə olan işdir. Rövşən əhvalatı atasına danışdı. Alı kişi dedi, oğul, səbirsizlik adama həmişə ziyan edər. Burada da nəsihət verir ona, səbirsiz olmamağı tövsiyə eləyir. İndi sən də səbirsizliyin ziyanını çəkirsən. Ancaq fikir eləməyə dəyməz. Olan olub, keçən keçibdir. Hələ bir neçə gün atları bayıra çıxarmaq olmaz. Qapını bağlamaq lazım deyil, özün gündə gəlib yemləyib sulayarsan. Yəni dərhal 40 günün tamamında atları çıxartmırlar. Amma yenə də qaranlığa onları qərq eləmirlər, qapını falan bağlamırlar. Bir neçə gün onlar yenə də tövlədə qalır, amma yemini qapını açaraq özləri verirlər. Bir neçə gündən sonra qoca ilxıcı oğlu ilə bərabər tövləyə gəlir. Atları yoxlayıb dedi, Rövşən, oğul, atlar daha böyüyüb, minilmək həddinə çatıblar. İndi onları bir-bir bəlkə boşa salıb sınaqdan çıxarmaq lazımdır. Əvvəl bunu, sonra da o birisini min, təzəcə sulanmış şumda, deməli, onları sınaqdan keçirmək üçün birinci şumda səyid qaratikanlığa sür, sonra qaratikanlıqda, sonra da sıldırım daşlı dağa, sıldırım dağa çapmaqsını tövsiyə edir. Rövşən atasının öyrətdiyi kimi əvvəl sağ tərəfdəki atı mindi və atasının dediyi yerlərə sürdü. Alı kişi atın ayaqlarını, üylərini bərk sıxdı. Yəni Alı kişi atın ayaqlarının bu alt hissəsini belə deyək, kontrol edir əlinə. At nə diksindi, nə də qırpındı. Yəni şumluqda gəzir, sonra o yumşalandan sonra qaratikanlığa girir, onun ayağına qaratikan batmalı idi. Sonra da daha əziyyətli olsun deyənə bu çınqıllı, sıldırımlı dağa çatdırır, onu sürdürür.
və Alı kişi atın ayaqlarını yoxlayır. Görür ki, bu atın ayağı deməli heç bir sıxıntı yoxdur, diksinmə yoxdur atda. İkinci atı deməli növbə çatır. Rövşən bu atı da minib sürür. Alı kişi dedi: "Oğul, Rövşən, birinci at sınaqdan çox yaxşı çıxdı. İkinci at pis çıxmadı, əmək itirmədi. Ancaq birinci at da çata bilməz. Yəni birinci at daha yaxşı deyir. Bu atın tayı bərabəri tapılmaz. Birinci atın adını Qırat, ikinci atın adını Dürat qoyuram." Deməli, buradakı atlara Koroğlunun o Qıratı minib bütün qollarda görür ki, Qırat Koroğluya xüsusilə kömək eləyir. Xüsusilə də keçən əmzən Qırat qaçırması qolunda onun əsas obraz kimi görürük. Orada Koroğlunun xilas olmasına, qaçmasına kömək eləyən Qırat olur. Bundan başqa dəlilərin də xilas olmasına Qıratın rolu olur. Bax, həmin o Qırat olacaqdır. Bu dəlilərin xilas olması söhbət Durna Teli qolunda gedir ki, orada da Xoca Əziz Qırat olmasaydı gəlib xəbər çatdıra bilməzdi. Deməli, Qıratın qədrini yaxşı bil, onu canından əziz saxla. Deməli, burada atlara adı verən elə Alı kişinin özü olur. Sonra Alı kişi dedi: "Oğul, atlar böyüdü, sınaqdan çıxdı. İndi Həsən xandan qisas almağın vaxtıdır. Çək atları, yəhərlə, gedib Həsən xanla haqq hesabımızı çəkər." Deməli, atlar böyüyəndən sonra artıq qisas vaxtı gəlibdir. Alı kişi özü burada. Koroğlu demir ki, ata gedək qisas alaq. Alı kişi özü deyir ki, artıq vaxt, zaman gəlib çatıb, gedək bəs qisasımızı, mənim qisasımı alaq. Hələ uşaqlıqdan bir gün Rövşən çöldə oynadığı vaxt yerdən bir daş tapmış, onu evə gətirmişdi. Daş balaca idi, amma çox ağır idi. Özü də işim işıldayırdı, par parıldayırdı. Alı kişi daşı o üzünə bu üzünə çevirib yoxladı. Başa düşdü ki, o göydən düşmüş ildırım parçasıdır. Əslində bu balaca daş ildırım parçası olacaqdı dostlar. Sabahsı gün Alı kişi Rövşəndən xəlbət ildırım parçasını götürüb bir ustanın yanına apardı. Salamlaşandan sonra daşın bir balaca tikəsini ustaya verib dedi: "Usta, bu daşdan mənə bir biz qayır." Bu ucu şiş alətdir. Deməli, bir balaca hissəsindən biz qayırması üçün ustadan xahiş edir. Usta biraz çərçevir edib daşdan bir biz qayırır və Alı kişiyə qaytarır. Alı kişi ustanın haqqını verir. Deməli, bizi qayırdığı üçün onun haqqını verir, bizi cibində gizlədir. Daşın qalan hissəsini Misri qılınc qayranın yanına aparıb dedi: "Usta, bu daşdan mənə bir qılınc qayır." Bu usta əvvəlkindən də uzunçu idi. Qərəz uzun çək çevirdən sonra Alı kişi bu ustanı da razı elədi. Yəni daş parçasından biraz biz hazırlamaq və qılınc hazırlamaq çətindir. Ona görə onlar çək çevir eləyirlər, amma Alı kişi həm biz hazırlayan, həm də qılınc hazırlayan razı sala bilir. Usta daşdan bir qılınc qayırdı. Elə ki qılınc hazır oldu, usta baxdı ki, qılınc nə qılınc? Vallah bu elə bir qılıncdır ki, gün kimi yanır, ay kimi işıq salır. Ustanın qılınca gözü düşdü. Burada usta hiləgərlik eləyir, qılıncı verməmək istəyir. Elə ki vədə tamamında Alı kişi qılınc üçün gəldi. Usta ona öz qılıncını verməyib, əvəzinə ayrı bir qılınc verdi. Alı kişi işini əvvəldən möhkəm tutmuşdu. Dinməz söyləməz cibindəki bizi çıxarıb qılıncın tiyəsinə basır. Biz qılıncı dəldi, o biri tərəfə keçdi. Deməli, bu əslində bizi vuranda ildırım parçasına hazırlanmışdı axı. Onlar bir-birinə çaxnaşma verməli idi. Nəsə çaxmalı idi burada, parçalamamalı idi. Amma bu biz tiyə vuran kimi deməli, həmin o qılıncı dəlir, o biri tərəfə keçir. Usta baxdı ki, Alı kişini aldada bilməyəcək. Naçar qalıb onun qılıncını verdi. Yəni çarəsiz qalıb gördü ki, Alı kişini aldada bilməyəcəkdi, onun qılıncını verir. İndi də bizi bu qılınc tiyəsinə vurdu, elə bir ildırım çaxdı. İldırım parçası bir-birinə dəydi, yəni ildırımlar bir-birinə toqquşanda necə ki çaxır, bizlə də bu qılıncı bir-birinə toxunanda elə bir ildırım çaxır. Alı kişi qılıncı götürüb evlərinə gəldi. Amma bu barədə oğlu Rövşənə heç bir söz demədi. Deməli, bu əvvəldən, uşaqlıqdan belə bir hadisə olubdur. Elə ki, Rövşən Qıratı, Düratı yəhərləyib, atasının deməli, bərabərinə çəkdi. Alı kişi hər şeyi hazır görəndə evə girdi. Həmən qılıncı gizlətdiyi yerdən çıxartdı. Oğlu Rövşənə verib dedi. Deməli, əvvəl o daşı tapanda, Rövşən hələ o daşı tapıb gələndə hələ
böyüməyəndə bu qılınc məsələsini həll etmişdi, amma Rövşənə heç nə deməmişdi. Rövşən, al bu qılınc belinə bağla, bu sən gördüyün qılınclara bənzəməz. Hər nəyə vursan doğrayıb tökər. Bunun adına misri qılınc deyərsən. Deməli, qılınca da adı qoyur, dürata, qırata da adı qoyur. Burada Alı kişi Kitab Dədə Qorquddakı Dədə Qorqud rolunu oynayır. Ad verə-verə gedir. Deməli, Alı kişi dürata, Rövşən də qırata minib yola düşdülər. Gəlib Həsən xanın imarətinə çatdılar. Rövşən bir tərəfdə dayandı. Alı kişi düratın imarətin qabağına sürüb Həsən xanı çağırdı. Həsən xan Alı kişinin yalmanı çatmayan bir atın üstündə gördü. Yəni hündür bir atın üstündə gördü. Xan o tərəfə baxanda gördü Alının oğlu da buradadır. Özü də bir ata minib, Rüzgarın gözü hələ belə bir at görməyib. Yəni çox qəşəng at oldu burada. Deməli Həsən xan özü də görür. Alı kişi dedi: "Həsən xan, bu atlar sənin bəyənmədiyin o qulunlardır. Sən bunların üstündə mənim gözlərimi çıxartdın. Bax gör indi necə at olubdu." Alı kişi sonra dedi: "Həsən xan, mən sənə yaxşılıq etmək istədim. Sən anlamadın. Mənim yaxşılığımın əvəzinə məni dünya işığına həsrət qoydun. İndi səndən qisasımı almağa gəlmişəm. Əlindən gələni əsirgəsən kişi deyilsən." Yəni açıq şəkildə onu öldürməyə gələcəyini Alı kişi deyir. Rövşən burada ağzını açıb heç bir şey demir. Atlar məsələsində Alı kişi özü deyir. Deməli bu qisasını alacaq məsələsində Alı kişi özü deyir. Həsən xan onun bu sözlərini acıqlandı, qılınc çəkib kişinin üstünə cumdu. Rövşən qıratı onun üstünə sürdü. Misri qılıncı göydə parıldamağı ilə xanın başını yerə diriləməyi bir oldu. Səs-küy qopdu. Deməli, Rövşən Misri qılıncı vasitəsilə Həsən xanın başını kəsir və atasının qisasını alır. Qoşun onların üstünə yeridi. Rövşən özünü qoşuna vurdu. Bir yandan Qırat, bir yandan Dürat, bir yandan Rövşən Misri qılıncla qoşunun qabaq dəstəsini qırıb dağıtdı. Deməli, əvvəlini bir xeylisini, qabaq dəstəsini Rövşən, Qırat, Dürat qırıb tamamilə dağıdır. Burada artıq kəndin o gəncləri ilə bir yerdə gəlmir. Özü atasından tək gəlir. Rövşən atasını ələ keçəcəyindən qorxub davadan əl çəkdi. Yəni Rövşən sona qədər davam edə bilərdi, amma atası görmürdü. Gözləri kör idi. Onun atasının ələ keçəcəyindən qorxur, davadan əl çəkir. Atları sürüb çölə tərəf üz qoyurlar. Yəni bir sözlə buradan qaçıb uzaqlaşırlar. Ata oğul axşama qədər yol gedib, axşamüstü bir çayın qırağına çatdılar. Alı kişi buranı necə yer olduğunu oğluna xəbər aldı. Demək, bir çayın qırağına gəldilər. Rövşən dedi: "Ata, bura hər tərəfi sıldırım qayalıq, çənli, çikini bir dağ belidir." Alı kişi soruşdu. Deməli, Alı kişinin bir yer axtarır, həmin o yeri Rövşənin təsvir etməsini istəyir. Oğul, bax gör bu bel kimi deyirsən, bunun hər tərəfinə bir uca qaya görünmür ki? Rövşən dedi: "Ata, görünür. Biri sağında, biri solunda." Deməli, bu sıldırım qayaların ortasında yerləşən bir yerdir. Özü də başları qarla örtülüdür. Alı kişi dedi: "Oğul, mənim axtardığım yer elə buradır. Buraya Çənlibel deyirlər." Deməli, buranın adı Çənlibeldir. Biz burada yurt salmalıyıq. Deməli, Çənlibeldə yurt salmağı Koroğluya tövsiyə edən yenə də Alı kişinin özü olur. Ata oğul Çənlibeldə yurt saldılar, yaşamağa başladılar. Günlərin bir günü Alı kişi Rövşəni yanına çağırıb dedi: "Oğul, buradakı dağların birində bir cüt bulaq var. Adına Qoşabulaq deyirlər." Deməli, əvvəl Zümrüd bulağının adı çəkilmişdi. İndi Qoşabulaq deyirlər. Qoşabulaq deyirlər. Buz kimi suyu var. 7 ildən 7 il cümə axşamı tərəfdən bir ulduz, deməli 7 ildən sonra 7 ilin bir cümə axşamında bir ulduz məğrib tərəfdən, bir ulduz da məşriqdən doğar. Yəni bir ulduz şərqdən, bir ulduz da qərbdən doğar. Məğrib, məşriq bir-birinə əks olan sözlərdir. Şərq, qərbdir. Bu ulduzlar gəlib göyün ortasında toqquşurlar. Şərqdən və qərbdən doğulan o ulduzlar gəlib göyün ortasında toqquşurlar. Bu ulduzların toqquşması məsələsi var ki, bu Aldanmış Şəvakibdə də biz onun şahidi oluruq. Ki, orada Mirzə Səddəddin gəlib xəbər verir. Eyni ilə deməli Hekayəti Müstə Jordanda da orada Məstəri Şahın dilindən o məğrib falan ulduzların adı çəkilir. Bu ortaq cəhət kimi düşə bilər. Bu ulduzlar gəlib göyün ortasına toqquşur. Onlar toqquşanda Qoşabulağa nur tökülür
və köpüklənib daşar. Hər kim Qoşabulağın o köpüyünə çimsə, elə qüvvətli bir igid olar ki, dünyada misli bərabəri tapılmaz. Hər kim Qoşabulağın suyundan içsə, aşiq olar. Vədə çatıb, get, axtar, Qoşabulağı tap, ancaq köpüyündən bir qabda doldur, mənə gətir. Deməli, bu şərqdən və qərbdən çıxan ulduz gəlib göyün ortasında, Qoşabulağın üzərində bir-birinə deməli toqquşur. Həmin o toqquşmadan Qoşabulağın üzərinə nur tökülür, onun suyu köpüklənir. Bunun suyu köpüklənəndən sonra da belə deyək də, bir ilahi bir vəcr olacaqdır. Onun suyunda çimən çox igid insan olur, misri bərabəri olmur, qüvvətli olur. Həmçinin bir aşıq olur onun suyunu içəndən. Deyir, yəni aşıqlıq gözəl səsə malik olur. Deməli, Qoşabulağın belə sehirli qüvvəsi var. Deməli, mistik qüvvələrdən də o misri qılıncdır, Qoşabulağın suyudur falandır. Bu Koroğlu dastanında istifadə olunubdur. Həmin o vədə çatıbdır. Koroğluya Rövşənə tapşırır ki, get orada həmin bulağı tap. Rövşən getdi. Dağları, daşları ələk-vələk elədi. Axırda bir dağa çatdı. Min bir əziyyətlə qayaya dırmaşdı. Baxdı ki, bura elə çəmənzar, laləzər bir yerdir ki, gəl görəsən. Ortalıqda qoca bir ağac var. Altında da Qoşabulaq durna gözü kimi qaynayır. Göz yaşı kimi axıb ətrafı süd gölünə döndərir. Rövşən o qədər gözlədi ki, axşam oldu, ulduzlar doğdu. Ulduzlar gəlib düz Qoşabulağın üstündə toqquşdular. Onların toqquşmasından Qoşabulaq daşdı. Ağ köpük adam boyu qalxdı. Rövşən köpükdən bir qab doldurub başına tökdü, bir qabda doldurub içdi. Yəni atasının dediyi kimi doldurur, içir və çimir. Birinci başına tökür, sonra da onu içir. Amma bu ani bir vəziyyətdə olur. Sonradan o köpük çəkilir. Təzədən bir də qabı doldurmaq istəyəndə baxdı ki, ey dadi bidat, köpük hayanda idi. Bulaqlar yenə də elə durulub ki, elə bir göz yaşıdır. Axır. Artıq burada bu üçüncü qabı doldurmaq istəyəndə ki, atası üçün aparsın, köpüyün çəkildiyini görür. Rövşən bir başını bir dizinə vurdu. Bir başını bir dizinə vurma o ata baxanda da oldu. Orada da peşmanlığını gördük biz Rövşənin. Burada da eyni ilə peşmanlığını gördük. Ancaq hara çatacaq? Yəni bu peşmançılığın bir faydası yoxdur. Qabı boş götürüb kör peşman geri döndü. Əhvalatı atasına danışdı. Alı kişi bir ah çəkib dedi: Mənim gözlərimin dərmanı o köpükdə idi. O da ki, ələ gəlmədi. Yəni, əgər o su köpüyü gəlsəydi, atasının gözü açılacaqdı. Rövşən dərdi 1 idi, 5 oldu. Yəni, atasının gözünün dərdini bilsəydi ki, o çarəsi odur, birinci suyu atası üçün doldurardı. Ona görə deyir, dərdi 1 idi, 5 oldu. Başına gözünə döyməyə başladı ki, mən niyə qabaqca özüm içdim. Alı kişi dedi. Alı kişi burada oğluna təsəlli verir. Oğul, ağlamaqdan bir şey çıxmaz. Keçənə güzəş deyirlər. Burada keçənə güzəş deyirlər, atalar sözüdür. Görünür bir də səni görmək mənə qismət deyilmiş. Daha mənim əcəlim tamamdır. Burada ölümünün gəldiyini oğluna deyir. İndi qulaq as. Sənə bir-iki sözüm var. Onu deyim. Rövşən atasının yanında əyləşdi. Alı kişi dedi, bala, aylar keçir, il dolanır. Sənin adın məğribdən məşriqəcən bütün dünyada məşhur olar. Yəni, illər keçəcəkdir. Şərqdən qərbə qədər sənin adın bütün hamıda məşhur olacaqdır. O köpükdən sənin qollarına qüvvət, özünə də şairlik verilir. Yəni, bir aşıqlıq verdin, şairlik verilir o köpükdən sənə. Bir də sənin səsinə, nərənə elə bir qüvvət gələcək ki, heç bir pəhləvanın qulağı ona dözə bilməyəcəkdir. Bu köpüyü içəndən sonra da yenə də ona nərə gələcək ki, deyir o Koroğlunun bir neçə yerdə biz nərə çəkdiyini görmüşük ki, o nəriyə heç bir pəhləvan qulağı dözə bilməyəcəkdir. Nə qədər ki, misri qılınc sənin belindədir, sən də qıratın belində, özü də çənli beldəsən, sənə heç kim, heç kəs bata bilməyəcək. Yəni, sənin köməyinə misri qılınc gələcək, qırat gələcək, çənli beldəsənsə, sənə heç kəs bata bilməyəcəkdir. Get sənin adını Koroğlu qoydum. Deməli, burada qırata ad qoydu, dürata ad qoydu, qılınca misri qılınc dedi və həmçinin oğlunu Rövşən yox, özü kör olduğu üçün ona Köroğlu adı qoyur. Alı kişi vəsiyyətini edib ömrünü öz oğluna bağışladı, yəni öldü. Köroğlu atasını Qoşabulağın yanında dəfn eləyib, o gündən Çənlibeldə yurd yuva saldı.
Deməli, Alı kişinin ölümü Koroğlunun burada Çənlibeldə yurd yuva salması ilə əsər yekunlaşır. Əsərin təhlili ilə bağlı bəzi vacib qeydlərə baxaq. Alı kişi qolu Koroğlu dastanının qəhrəmanının doğuluşu, motivasiyası və ideoloji təliminə necə qurulduğunu göstərən ən vacib qoldur. Qolun əsas mövzusu Alı kişinin Həsən xan tərəfindən haqsızlığa uğraması və oğlu Rövşənin atasının qisası alması üçün bir qəhrəmana çevrilməsi ilə bağlıdır. Qolun əsas ideyası zülmə qarşı mübarizə, haqsızlığa dözməmək, sadiq xidmətin deməli qədrinin bilinməməsinin acı nəticələri üzərində qurulubdur. Əsər Həsən xanın tamahkarlığı və haqsızlığı, Alı kişinin gözlərini çıxarması fonunda zülmkar hakimiyyətə qarşı üsyan və qisas almağın vacibliyini təbliğ eləyir. Rövşən atasının qisasını almaqla ədaləti bərpa edir. Gördük ki, getdiyi orada Həsən xanı öldürür. Alı kişi ömrünü xana xidmətə həsr etsə də, sonda xan onun xidmətinin qədrini bilmir, əksinə onun ən dəyərli varlığından, gözlərindən məhrum edilir. Bu ağaya xana sadiq olmağın belə zülmdən qorunmadığını göstərir. Yəni ömrünü, saçını, saqqalını ağaya xidmət etməkdən göstərib ona sadiq olsa belə, amma yenə də gözündən məhrum olur. Həqiqi qüvvət və igidliyin Koroğlunun yaranması təkcə fiziki gücdə deyil, həm də dərin məqsəddən, sədaqətli dostlardan, qırat, fövqəladə təbii vasitələrdən Qoşabılaq, Misri Qılıncdan gəldiyini vurğulayır. Yəni burada Koroğlu tək deyil, onun köməyi olan, onun dostları olan Qıratdır, Qoşabılaq və Qoşabılağın ona verdiyi o möcüzə idi, bir də Misri Qılıncı idi. Alı kişi zülmə qarşı mübarizəni, yəni Koroğlunun hərəkatını başladan ilham verici fiqurdur. Yəni Alı kişinin gözlərinin çıxarılması Koroğlunun mübarizəyə başlaması üçün ilham verici bir fiqurdur. Sonradan Koroğlu atasının qisasını alandan sonra bu xalqın belə deyək də paşaların, xanların, ağaların, sonra bəylərin zülmünə məruz qaldığını bilib mübarizəni o yönümdə davam edir. Onların zülmünü belə son qoymaq üçün. Koroğlu sadəcə atasının qisasını alan deyil, həm də Çənlibeldə zülmdən qaçanların sığınacağı olan bir xalq qəhrəmanı kimi formalaşır. Əsərin süjet xətti yüksələn enən xəttlə inkişaf edir. Ekspozisiyası Alı kişinin Həsən xana uzun illər xidməti, onun sədaqəti və təcrübəsi. Zavyaska dərya atlarının peyda olması və onlardan doğulan qulunun, yəni Qırat və Düratın sirrinin Alı kişi tərəfindən gizlədilməsi, kulminasiya Həsən xanın qəzəbi nəticəsi Alı kişinin gözlərinin çıxarılması, Razvyaska Rövşənin atası üçün qisas almaq qərarı, sonra final Alı kişinin vəsiyyət edir, Rövşənə Koroğlu adını verir və Çənlibeldə yurd salmağı tapşırır. Alı kişi uzun illər Həsən xanın ilxıçısı idi. Bir gün Alı kişi görür ki, dəryadan 2 ayğır çıxır. İlxıdakı 2 madyana yaxınlaşandan sonra qayıdıb dəryaya girir. Alı kişi madyanları nişanlayır və bu haqda heç kimə danışmır. Alı kişi nişanladığı madyanlar aylar sonra qulun, day doğur. Toqat paşası Hasan Həsən xana qonaq gəlir. Paşa Həsən xandan cins at istəyir. Yəni paşanın özü istəyir burada Həsən xandan. Həsən xanın Alı kişiyə ilxını saxlamağı əmr edir. Xan paşa üçün at tutturmaq istəyir. Alı kişi xanın başını uca etmək üçün, yəni onun məqsədi xanın başını uca etmək idi. Dəri ayğırların nəslindən olan arıq dayıları paşaya təqdim etmək niyyəti ilə xalxala bağlayır, ilxını çölə ötürür. Paşanın arıq dayıları bəyənmir, Həsən xana istehza edir. Ki, yəni bu atlarda məndə də var idi da. Bəs sənin cızı saatın var idi. Həsən xanı qəzəblənir, Alı kişini danlayır. Xan Alı kişinin dayıları təriflənməsindən daha da qəzəblənir. Həsən xan Alı kişini 1-2 saat ilxıda yaxşı at seçməyə əmr etsə də, Alı kişi ilxıda bu dayılardan yaxşı at yoxdur deyib əmrdən boyun qaçırır. Həsən xan Alı kişinin boynunu vurmaq istəyir, amma Hasan Paşanın təklifi ilə fikrini dəyişir. Paşanın təkidi ilə Həsən xan dayıları hər ikisini Alı kişinin bir gözünə qiymət edərək gözlərini çıxartdırır. Alı kişi gözləri çıxarılanda səsini çıxartmır, sonra Həsən xanın qədrini bilmədiyi üçün qınayır. Gözləri çıxarıldıqdan sonra Alı kişi xandan
sözünün ağası olub, dayıları ona verməsini xahiş edir. Xan dayıları onun qollarına bağlayıb qapısından qovur. Kör Alı kişinin igid oğlu Rövşən atasına edilən zülmü görüb qisas almağa hazırlaşır. Alı kişi qisası təxirə salır. Mənim gözlərim bu dayıların üstündə çıxarılıb. Bu dayıların üstündə də gərək mənim qisasım alına deyir və dayıların bəsləmə üsulunu ona öyrədir. Dayıların bəsləmə üsulunu əsərin təhlilində dedim mən. Alı kişi oğlunu sakitləşdir. Dayıları 40 gün qaranlıq, işıqsız, demək təkəssüz bir tövlədə bəsləməyə tapşırır. Rövşən 38 gün səbr edir. 39-cu gün səbirsizlik göstərib tövləyə baxır və sağ axurdakı atın qanadlarının əriyib yox olmasına səbəb olur. 40-cı gün Alı kişi atın belini sığallayaraq bu ata, yəni özü təklif edir ki, deməli atlara baxmağa gedək və atın belini sığallayır. Bu ata insan gözü dəydiyini anlayır. Alı kişi Rövşəndən bunun səbəbini soruşur. O əvvəlcə nə deyəcəyini bilmir. Sonra həqiqəti atasına açıb deyir. Atlar bir neçə gün tövlədə qalır. Bir neçə gün sonra ata oğul atları Şumda, Qara Tikanlıqda və Sıldırım dağda sınaqdan keçirirlər. Əvvəl Şumda, sonra Qara Tikanlıqda, sonra Sıldırım dağda. Alı kişi birinci sınaqdan yaxşı çıxan atın adını Qırat, ikinci atın adını isə Dürat qoyur. Alı kişi Rövşənin tapdığı ildırım parçasını ustaya verib misli qılınc hazırladır və onu oğluna verir. Atlar sınaqdan çıxdıqdan sonra ata oğlu yəhərlənmiş atları Həsən xanın sarayına gedirlər. Həsən xan Alı kişinin üstünə cumur, Rövşən misli qılıncla onun başını bədənindən ayırır. Sonra atasının ələ keçməsindən qorxub oradan ayrılır. Rövşən Həsən xanın qoşununun qabaq dəstəsini dağıdır və atası ilə birlikdə Çənlibelə yola düşürlər. Ata oğluna sıldırım qayda Çənlibedə yol satmağı məsləhət bilir. Alı kişi Rövşənə Qoşabulağın sirrini və vaxtı çatanda ora getməsini tapşırır. Rövşən Qoşabulağı tapır. Ulduzlar toqquşundan əmələ gələn köpükdən çimir, içir, lakin atasına gətirmək üçün ikinci dəfə doldura bilmir. Alı kişi Rövşənə qüvvətli igid olacağını və şairlik veriləcəyini, misri qılınc və qıratla heç kəs ona bata bilməyəcəyini söyləyir. Ona Koroğlu adını verir və vəfat edir. Koroğlu atasının Qoşabulağın yanında dəfn edir və Çənlibeldə deməli yaşayışa başlayır. Dostlar, bu Koroğlu dastanından ixtisarla verilmiş Alı kişi qolunun təhlili idi. Növbəti izahda görüşərik. Salamat qalın, sağ olun.